Salam, kanala videoma xoş gəldiniz. Bugün yeni bir video ilə sizlərlə bərabərəm. Bu videomuz nə olacaq? Bu video uzun bir video olacaq. Yəni ümid edirəm ki, uzun bir video olar. Bu videoda nə eləyəcəm? Sizinlə birlikdə dop-dolu bir həftə keçirdəcəm. Məndən çox istəyirsiniz uzun videolar gəlsin, qısa videolar gəlməsin, uzun vloglar gəlsin, dərs vloglar gəlsin, bir həftə vlog gəlsin, bir gün vlog gəlsin. Mən də belə bir şey çəkməyə qərarına gəldim. Mənimlə birlikdə bir həftə keçir. Bu videodan əslində bir dəfə də çəkmişdim əslində, hə. Amma çox da uzun olmamışdı. Amma bu videonu istəyirəm ki, uzun bir video eləyim. Nə eləyim? Çəkimdə, yəni mənimlə birlikdə, yəni dop-dolu bir gün keçirdin istəyirəm. Yəni belə ümidvaram ki, istədiyim bir video alınar, istədiyim kimi video alınar, sizin də istədiyiniz kimi bir video olar. Çox keçmədən keçək videomuza. Hal-hazırda axşamdır. İndi isə dərslərimi eləyəcəm. Sabah düz 4 dənə hazırlığım var. Əslində 4 dənə idi, 3 dənə oldu. Çünki bir səhər ədəbiyyatım 8-dədir. Səhər tezdən ədəbiyyatım 8-dədir. Sabah 3-cü günlü məktəb var. Bu həftə BSG KSG həftəsi olduğuna görə tez-tez məktəbə çağırırlar. Ona görə səhər 8-də olan hazırlığıma getməyəcəm. Onun yerinə məktəbə gedəcəm. Məktəbdə də bir də çıxıram, bir də tarixim var, sonra 3-də ingilis dilim var, bir də 7-dən 9-a riyaziyyatım var. Yəni belə, hal-hazırda o 3 dənəsinin dərsini eləyəcəm. Eynəyimi soruşacaqsınız. Eynəyim göz zəifliyi üçündür və bu dərmanı da gözümə töküb başlayacağım dərslərimi eləməyə. Bütün mənə lazım olan dərslikləri hal-hazırda oxuyacaqlarımı götürdüm. Buradan qayda oxuyacağım. Təkrarlayacağım daha doğrusu. İngilis dili topdan preposition söz önlərini yazacağım. Sonra bu riyaziyyatdan da çevrənin birinci bölməsini yazacağım. Sonra Azərbaycan dilindən. Bu yox. Bu artıq da. Bu Azərbaycan bugünün dərsi idi. Saçıb qoymuşam. Bura. Hazırlıqdan gəlirdim ona görə. Ədəbiyyatdan da əgər artıq vaxtım qalsa, burada şeylər var, onları öyrənəcəm. O da qalsa əgər, yəni böyük ehtimal ki, qalmayacaq, çünki sadəcə 10-dur. Bu İngilis dili 250 sınaq var, oradan da bir dənə mənimə sınaq verib, onu işləyəcəm. İlk öncə riyaziyyatdan başlamaq istəyirəm. Əslən riyaziyyatdan bitirmişik. Bütün birinci hissəndə, ikinci hissəndə sadəcə təkrara gedirik. Çevrədəyik təkrarda da. Riyaziyyat bitdi. İngilis dili. Bundan da testini işləyəcəm. İngilis dilindən. Və burada qayda var. Qaydamı təkrarlayacağım. İngilis dili bitəcək. Sözlərim falan, İngilis dilinin sözlər falan vermişdim. Mən onları öyrənmişəm. Bir dənə qayda yazmaq. Qayda nədir? Testini yazmaq qalır. Onu da yazacağım. Bir də Nərgiz Nəzəf 250 sınaqdan da verib. Oradan sınaq yazacağım bir dənə. İngilis dili qaydasını oxuyacağım, təkrarlayacağım. Sonra misal saçım biraz yağlanıb, saçlarımı yumağa geçəcəm. Çox yox, biraz yağlanıb, amma sabah yağlı, daha da yağlı olacaq. Ona görə indi yumaq istəyirəm. Əsaslarımı falan yuyacağım və yatacağım. Sabah məktəbə gedəcəm.
gündən salamlar. Bugün nə etdim? Səhər məktəbə getmədim. Çünki yatdım. Niyə? Özüm də bilmirəm. Sonra saat 1-də getdim tarixə. Sonra tarixdən çıxıb ingilis dilinə getdim. İngilis dilindən çıxıb indi evə gəlmişəm. Həmin onları seçmədim. Çünki yol getdim ancaq. Yəni belə. İndi isə yemək yeyəcəm. Bir də riyaziyyatdan bəzi tapşırıqlarım qalıb, onları yazacağım. Və saat 7-də gedəcəm yenidən riyaziyyata. Çöldə bir dənə külək var, yəni külək mənə aparır da. Əslində çox acımamışam. Gedəndə də yemişdim, yolda da yemişdim. Daha yaxşı acıyanda yeyərəm. İndi isə gedib dərsimi eləyim ən yaxşısı mən. Dərsimi eləyim, sonra eləyəndən sonra rahat yeyərəm. Belə. Durdum dərsimi və nə dərsim? Riyaziyyat. Saçım da geçer oldu. Bu arada kulak kalmamışım, yani düzleştirmemişim saçımı. Başlayaq dersimizi eləməyə. Nəyimizi silim. Yaptığımı, qalan tapşırıqlarımı yerinə yetirdim. Birazdan hazırlaşıb geçsəm hazırlığa. Çantamızı yığaq. Çantamda nə qədər artıq əşya var. Buna bax, tutqu kağızı giyib atmışam bura. Pizzam, qalıqlardır, bezinlər. Bəzinə qabaq cibdə olmalıdır. Bu nədir? USB, powerbank, heç nə. Bitti. Riyaziyyatla dəftərimi qoyacağım və qələm qabımı qoyacağım. Burada mənim nəmləndiricim var. Dodağıma vurup, dodağım quruyub Nivea. Bir çoğunuz rəylərdə yazır ki, makyaj vlogu gəlsin, makyaj çantam və nə var videosu falan gəlsin. Mən makyaj eləmirəm, yəni makyaj ləvazimatlarım çox deyil. Makyaj olaraq bir tuş vururam, bir də bu Nivea nəmləndiricimi vururam. Yəni makyajla çox aram yoxdur, yəni həvəsim yoxdur yəni makyaj eləməyə. Ona görə o videomu maalesef çəkə bilməyəcəm. Bəlkə gələcəkdə, məsələn 18-20 yaşlarımda falan bəlkə eləyərəm, onda bəlkə çəkə bilərəm inşallah. Bye. Hazıram, gedirəm riyaziyyata. Niyə belə may ayında belə geyinim deyirsəniz, soyuq nə görə. Qutasım. Bye. Şimdi hazırdan çıxmışam. Hazırdan çıxıb ad gününə getdim. Hal-hazırda saat 12-dir. İndi isə gedirəm yatmağa. Səhər də duracağam. Sabah yenə 3 dənə dalbadal hazırlıqlarım var. Ədəbiyyatım var, riyaziyyatım var, bir də Azərbaycan dilim var. Bundan ədəbiyyatın şeirlərin demişdim, onları öyrənəcəkdim. Onları da indi vaxtım yoxdur öyrənməyə. İndi yatma, yuxum gəlir. Yəni hal-hazırda öyrənə bilməyəcəm. 3 dənə şeir var, 3 dənə şeir öyrənməliyim. Ya dura bilsəm səhər saat 6-da durub öyrənəcəm, ya da ki məktəbdən gələndə 1-dən 3 aralığında vaxtım olacaq. Onu da öyrənəcəm. İndi isə gözümə dərman töküb yatıram. Bu arada jelibon aldım nə qədər. Hələ 2 dənəsini yemişəm. Niyə bu qədər jelibon aldım soruşarsanız heç bilmirəm. Bir belə solucan aldım. Bir belə adi ayıcıqlı aldım. Kolalı bir də təzə çıxan bu qarışıqları onlardan aldım. Dişli almışdım, o diş şəklində olan jelibonları ondan. Bunu yemişəm. Bir qalığı qalıb bu şey var. Bu soxulcanın ekşi olanında, yəni turş olan üstündə duz kimi şeylər olur. Onlardan almışdım. Yəni neçədən elədi? 1, 2, 3, 4, 6 dənə jelibon almışım. Bilmirəm, canım çox jelibon istədi ona görə. Yeni bir gündən sonra sən durdum. İndi isə ədəbiyyat oxuyacağım, şeirlərim qalıb. Saat 3-də gedəcəm riyaziyyata. Sonra Azərbaycanlı sonra ədəbiyyata. Şeylərimi oxudum, bitirdim hamısını. Saat 2-dir. 3'e işləyir. Gedim yemək yiyeyim.
paltarımı giyindim. İndi isə çantamı yığıb gedəcəm hazırlığa. Çantamda dünənki riyaziyyat hazırlığım kitabı var. Bunu qoyacağım. Bu həm də bunu götürməyəcəm. Cəbir dəftərimi götürəcəm. Sonra ədəbiyyat kitabım. Bunun qalınlığına baxın. Qələm qalın da buradadır. Sonra ədəbiyyat dilini götürəcəm. Azərbaycan blokun 20 sınavını götürəcəm. Bundan istifadə edirsiniz. Mən də çox qəşəng kitabdır. Dəftərlərimi götürəcəm. Və eynəyimi götürəcəm. Eynəyimi qoydum. Qələm qabını qoydum. И все. Çantam hazırdır. Saçımı da arayım, yüzüme krem falan mı? Hazırlıqlardan gəldim hamısından. İndi evdəyəm, biraz istirahət edib keçəcəm sabahki hazırlıqların dərslərinə. Tarixi öyrənəcəm bir dənə. Tarix oxuyacam, öyrənəcəm. Haribomla mutluyum. Biraz dincələcəm. Haribomu yeyib qurtaracam. Sokumla bərabər tarix oxuyuram. 4 dənə mövzu verib, 4 dənə. Hamısını bircə öyrənməliyəm. Bitirdim tariximdə. Getdim yatmağa. Ay, gecəniz xeyrə. Səhər görüşərik. Yeni bir gündən salamlar. Məktəbə gedirəm. 2-ci saata. Ona qədər ancaq hazırlaşdım. Durdum. 7:40 idi mən buranda. Amma yenə də durmayı başardım. Evdəyəm. Məktəbdən çıxıb hazırlığa getmişdim, tarix hazırlığıma. Saat 3'dü, 1-dən 3 hazırlığım vardı. İndi saat 4'də işləyir falan. 5'də də təzədən yenidən Azərbaycan dili hazırlığına getəcəm və oradan sonra da evə gələcəm. Həqiqətən məktəbdən sonra hazırlığa getmək adam çox yorulur. Böyümə dərman töküb biraz dincəlib gedəcəm Azərbaycan dili hazırlığına. Run. Dırnaqlarımı uzatdırmaya getsəydim, amma getmədim. Çünki bugün alınmadı, sabah gedəcəm. Sabah 1-ci gündür. Məktəbə gedib gələcəm. Sonra da oradan gələndən sonra dırnaqlarımı gedib uzatdıracağım. Qopardım dırnaqlarımı belə. Isə bir qonaqlığa gedirik, ora hazırlaşacağım. Paltar giyinəcəm, saçımı falan yığacağım. Əslində saçım yağlı deyə. Bazar günü olanda mən saçım əslində yağlı. Amma belə topuz yığanda çox qəşəng olurdu. Yəni elə gedib başımı yumadım. Nəysə saçımı yığacağım, düzəldəcəm falan. Sonra paltar falan giyinəcəm belə. Paltar olaraq bu şalvar giyinəcəm. Belə cins şalvardı. Köynək olaraq da indi gedib seçəcəm. Qollu köynək giyinəcəm, çünki çöldə hava soyuqdur. Köynək olaraq da bu sviter giyinəcəm. Mən geyinim gəlim. Giyindim. Saçım yaman günə düşdü. İndi onsuz yığacağım təzdən. Saçımı açım, yığım təzdən. Üzümə krem vuram. Son dokunuş parfüm. Eynəyimi də taxım. Nice. Sabahınız xeyir. Məktəbə gedirəm. Neysə paltarımı falan geyinmişəm. İndi isə çantamı yığım. Saçımı falan darayım.
Yemek yiyeyim gideceğim. Tabiatımda olacağım. Azerbaycan bildim toplu. Azerbaycan defterim. Kalem kabım. İğneğimin kabı. Bir şey. Biraz falan da arayayım. Gelim yemeği yiyeyim. Məktəbdə gəldim evə. İndi isə dırnaqlarımı düzəltdirməyə gedirəm. Gəldim, paltarımı dəyişdim falan. Getdim. Gedirəm, indi yoldayım. Aha, dırnaqlarımı da belə düzəltdim. Şəklini qoyaram buralara, tam ətraflı. Və videonun məncə beləliklə sonuna gəldik. Tam bir həftə video çəkdim yəni. Tam bir həftə oldu. Bir həftə üçün nə elədimsə bir həftə içərisində onu çəkdim. Gördünüz ki, çox da bir şey eləmirəm. Sadəcə dərs eləyirəm. O nə üçün çəkdim? Belə deyirlər, həftəlik vlog gəlsin, nə bilim, uzun videolar çək. Yəni çox da bir şey eləmirəm. Eyni şeyləri eləyirəm deyə siz də sıxılarsınız deyə həmin şeylərdə. Ona görə çox da elə videolar çəkə bilmirəm. Elə videolar istəyirəm çəkəm, yəni içərisində qeyri-adi bir şey olsun da, yəni dolu-dolu bir video olsun. Amma məncə ümidvaram ki, bu videoda sizin xoşunuza gələr. Yəni nə elədimsə çəkməyə çalışdım, dərslərimi elədim, hazırlığa getdim, sonra qonaqlığa hazırlaşdım, sonra dırnaqlarımı düzəltdirdim. Ümidvaram ki, videomu bəyənərsiniz. Belə bir həftəlik, günlük vlogların yenə də gəlməyini istəyirsinizsə, rəylər bölümündə mənə bildirə bilərsiniz. Abunə olmayanlar da zəhmət olmasa mənə dəstək olmasın, abunə olsalar sevinərəm. Sizlər sevirəm. Hələlik. Bye.